Bir var insan günah eləyir, peşman olur. Bir də var insan elə zehnində bir ömür günahla yaşayır. Quranda ayə var, Allah Teala buyurur ki, "A'lamu ma taqtumun və ma tubdun." Allahımız buyurur Quran-ı Kərimdə ki, nəyi gizlədirsiniz, mən bilirəm. "A'lamu və ma tubdun və ma taqtumun." Amma qəlbinizdə olan gizli nə də bilirəm. Bir başqa da ayədə Allahımız buyurur ki, "Əm hasibəl-ləzinə." Buyurur ki, bəzi insanlar ki, güman eləyirlər, ha, içlərində bəzi gizli şeylər var. "Ənlən yuxricəllah əzğanəhum." O gizli içinizdə olanları çıxartmaram aşkara. Çıxarda bilmərəm, elə bilirsiniz. İçinizdə olan gizlinləri aşkara çıxardaram, amma müğayət ol. İçində bir nəfərə kin varsa, o kini həll elə. Bir müddətdən sonra bir dənə bir vəziyyətdə, bir hadisədə görərsən nə baş verdi? Adamın dili danışmağa başladı. Görsən, məsələn, o tərifləyəndə insan başlayır, üz mimikasında da görünür. Başlayır onu, o qədər tərifləyirsiniz onu, lap belə də deyil axı. Artıq əldən yuxarı